Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Deməli, bu gün 21-ci əsr kompetensiyalarından ikincisi olan çox dil bilmə kompetensiyasına baxırıq. Ümumiyyətlə, çox dil bilmə kompetensiyası dedikdə nə deməkdir? Deyir ki, bir neçə dildə ünsiyyət qurmaq, bu dildə təqdim olunan informasiyaları anlamaq, fikri yazılı və şifahi şəkildə ifadə etmək bacarığına çox dil bilmə kompetensiyası deyilir. Bu deməkdir ki, yəni sən xarici dildə həm danışmalısan, həm də danışdığını deyir ki, başa düşməlisən. Bundan ibarətdir. Və yaxud da qarşı tərəf xarici dildə danışırsa, sən bunu dinləyib nə etməlisən, anlamalısan. Daha sonra deyir ki, həm də oxuduğun məlumatı, informasiyanı anlamalısan. Yəni həmin məlumatı qavramalısan. Həm də öz fikrini yazılı olaraq, eyni zamanda danışaraq qarşı tərəfə ifadə etməyi, yəni şifahi şəkildə çatdırmağı, ifadə etməyi bacarmalısan. Çox dil bilmə kompetensiyası bundan ibarətdir. Daha sonra deyir ki, buraya yalnız leksik və qrammatik biliklər deyil, eyni zamanda deyir ki, dillərin müxtəlif üslub xüsusiyyətlərinin, həmçinin deyir, kommunikasiya qaydalarının və mədəni kontekstinin nəzərə almaq bacarığı daxildir. Bu nə deməkdir? Yəni burada demək istəyir ki, burada 1000 dənə söz, yəni leksik söz, eyni zamanda qrammatik qayda bilsən də, deyir, hələ də sən deyir ki, çox dil bilmiş sayılmırsan. Gərək nə edəsən? Həmin dilin mütləqdir ki, mədəniyyətini bilməlisən. Məsələn, ingilis dilində birinə nəzakətli müraciət forması necədir? Sən onu bilməlisən. Və yaxud da burada ingilis dilində öz dostunla danışırsansa, orada nəzakətli, mədəni müraciət formasını, danışıq formasını deməli bilməlisən. Daha doğrusu bu deməkdir ki, yəni fərz edək ki, ingilis dilində danışırsan, ingilis dilində hər hansı bir şəxslə danışırsansa, sən həmin şəxslə belə deyək, nəzakətli müraciət formasında sənin danışığın dostunla danışığının tərzindən mütləqdir ki, fərqlənirsən. Buna da diqqət yetirməlisən. Yəni bu fərqi bilməlisən. Bu fərqi bilmək məhz mədəni kontekst belə deyək, üslubundan, həmin mədəni kontekstin nəzərə alınması bacarığından ibarət. Daha sonra deyir ki, çox dil bilmək kompetensiyası həm də deyir ki, formal təhsildə. Yəni formal təhsil nədir? Buradakı formal bizim öyrəndiyimiz formal, informal təhsilə aid deyil. Burada formal bir növ təhsilin əyaniliyini, yəni xarici dil dərslərin əyani olmasını demək istəyir. Həmçinin burada qeyri-formal mühitdə təhsil də var. Yəni burada qeyri-formal onlayn mühitində inkişaf etdirilməsi deməkdir. Məsələn, burada bir sual ortaya qoya bilərik ki, dil harda öyrənilir? Burada dil harda öyrənilir sualında bu cümlə bizə iki əsas yol göstərir. Birincisi, məktəbdəki dərslərdə öyrənilir desək, bu bizim üçün əyani olaraq formaldır. Digər tərəfdən həyatın içində, yəni internetdə, hər hansı bir internetdə, intellektual oyunlarda və yaxud da belə deyək, xaricə səyahət edərkən hər hansı bir belə deyək, praktiki formada nəyinsə öyrənilməsinə biz qeyri-formal formada təhsil inkişafını deyə bilərik. Daha sonra burada nümunələrə baxırıq. Deyir ki, ingilis dili dərsində şagirdlər yalnız dialoqu əzbərləmir, həm də real məktub, mail, elan tərtib edir, sosial, mədəni fərqləri nəzərə alırlar. Bu nə deməkdir? Köhnə üslubda biz neynirdik? Yalnız əzbərləyirdik. Müasir dövrdə isə deyir ki, şagird həm praktiki iş görsün, həm də neynəsin deyir, nəzakət qaydalarından istifadə etməyi öyrənsin. Baxın, çox dillik kompetensiyasının bizdən əsas tələbi bundan ibarətdir. Daha sonra deyir ki, beynəlxalq layihədə iştirak edən şagird həmyaşıdları ilə ingiliscə onlayn müzakirələr aparır, öz ölkəsi haqqında məlumat verir və başqa mədəniyyətlərə dair suallar ünvanlayır. Bu nə deməkdir? Burada artıq dil bir
alətə çevirir, bir vasitəyə çevrilir. Şagird deyir ki, ingilis dilini bilməklə həm Azərbaycanı dünyaya tanıdır, həm də başqa ölkənin insanlarını tanıyır. Burada nədir? Dil artıq real ünsiyyət vasitəsinə çevrilməsinin deməli nümunəsidir. Daha sonra deyir ki, turistlərlə ünsiyyətdə şagird qısa sual-cavab aparır, istiqamət göstərir, sadə izahlar verir və beləliklə dilin real həyat situasiyasını tətbiq etmiş olur. Bu artıq kompetensiyanın ən pik nöqtəsi sayılır. Əgər bir gənc, belə deyək, küçədə yolunu azmış hər hansı bir xariciyə düz get, sağa dön deyib kömək edə bilirsə, o artıq öyrəndiyi dili praktiki olaraq həyata keçirmiş sayılır. Bu da dediyimiz kimi çox dil bilmə kompetensiyasının ən belə deyək, pik nöqtədə inkişafı, şagirddə inkişafı deməkdir.